Her vaxtınız xeyir, xoş gördük sizi. Bugün sizinlə ə, çiçəyə bənzər bulka hazırlayırıq və ya qar dənəsinə də bənzərdir, amma o boyda qar dənəsi olmaz da, düz deyilmi? Ona görə gəlin bunun adını elə çiçəyə də qoyaq. Bizə nə lazımdır? 650 qram un, 200 qram 200 ml süt, 1 yumurta, 50 qram yağ, 70-60 qram şeker tozu, bir çimdik duz, xama və ya qatıq ola bilər, 100 ml və sütümüzü qızdırırıq. İçinə 2 xörək qaşığı şeker tozu və 2 çay qaşığı quru maya əlavə edib qarışdırırıq. İstəyir quru, istəyir yaş maya fərqi yoxdur. Onu mütləq süddə qarışdırmalısınız. Süddə və ya suda, çörək eləyirsinizsə suda, bulka eləyirsinizsə süddə qarışdırırıq ki, o maya açılsın və bir azacıq elə bil ki, görək bu maya necədir, işləyir, işləmir, köhnədir, təzədir, ancaq bu halda görə bilərik. Ola bilər ki, aldığınız paçkanın üstündə tarixi təzə olsun, amma ki, xəmiriniz qalxmasın, əziyyətiniz boş getməmək üçün belə yoxlamaq daha məqsədə uyğundur. İndi unumuzu xəmir yoğuracağımız qaba götürürük. İstəyir maşında yoğurun, istəyir əlinizlə yoğurun. Mütləq ələnməlidir un. Unu əliyirsiniz və qabımıza boşaldırıq. 650 qram. Demək olar ki, bunun hamısı gedəcək. Yenə də dibində hardasa 1-2 qaşıq saxlayıram. Çox olanda, xəmir bərk olanda mayalı xəmir pis gəlir. Qatığımızı əlavə eləyirəm. Mən xama qoymadım. Şeker tozumuzu əlavə eləyirəm. Yumurtanı qırıb əlavə eləyirəm. Və indi yağımızı əritdim. Yarısını əlavə eləyirəm, yarısını isə saxlayıram. Axırda əlavə eləyəcəm. Axırda deyəndə biraz indi işlədəcəm, daha sonra əlavə edəcəm. Bu arada bizim görürsünüz mayamız suda açıldı və köpükləndi. Deməli maya təzədir. Onunla rahat xəmirimizi yoğura bilərik. Qəşəngcə qarışdırıram və tökəcəyəm unun, yağın, yumurtanın, şəkərin üzərinə. Bu arada istəsəniz vanil tozu da əlavə edə bilərsiniz. İndi mən aparatımı işə salacağım və xəmirim yoğrulacaq. Əldə yoğurursunuzsa, səliqə ilə əlinizlə də yoğurursunuz. Tamam xəmir alınana qədər. Yəni bura daha heç nə əlavə eləmək lazımdır. Un əlavə eləmək lazımdır. Ancaq biraz qarışdırandan sonra yağını əlavə edirsiniz ki, yağı niyə biraz gecə əlavə edirik? Hətta o birinci hissəni də saxlaya bilərdiniz. İndiki halda əlavə edə bilərdiniz. Maya yaxşı unla uyuşması üçün. Ondan sonra yağ əlavə eləsəz, daha yaxşı, rahat gələr xəmiriniz. Yəni mayanın yağla təması onun elə bil ki, işləməsini yubadır. Baxın, xəmirimiz yoğruldu. İndi onu aparatdan çıxardacağım və masamızın üstünə biraz un səpirəm. Xəmir bir azacıq ələ yapışandı, çox yox. Deməli, elə ki görürsünüz ki, daha əlinizə yapışmır, yoğurmağı saxlayırsınız.
Yəni əlinizlə də yoğuranda görəcəksiniz bunu. Bir balaca masanın üstündə unla yoğururuq bunu. Gördüyünüz kimi o qədər də yumuşaq deyil. Artıq kafidir. Xəmirimizi yığa bilərik və istər deməli soyuducuya, istər masanın üstündə, istər yorğanın altında fərq etmir bu xəmir harda istəsəniz orada da gələcək. Qəşəngcə yumuruyun. Və ya paketə, ya bir qaba qoyursunuz. Mən ağzını streçləyirəm ki, birincisi qalxanda heç yanı bulaşdırmasın. İkincisi nəmi içində qalsın və daha rahatlıqla xəmir onda gəlir. Bugün mən bunu soyuducuya qoymayacağım. Elə adicə masanın üstündə qalacaq. Hardasa 1 saat 10 dəqiqə, 1 saat 15 dəqiqə keçib xəmirimiz qalxıb bu haldadır. 2 dəfədən çox böyüyüb və indi bunu açıb işləyə bilərik. 10 dəqiqədə gözləsək qabımız ağzına qədər dolub daşacaq. Lakin bizə bu lazım deyil. İndi biz bunu yayınca, üst-üstə qoyunca, doğrayınca, bəzəyə verincə vaxt keçir və xəmir daha çox turşuyur. Ona görə bu halda da bu xəmir bizə yarayacaq. Bütün qabımızın dibinə nə yapışıbsa hamısını yığışdırırıq. Birincisi bərəkətdir, günahdır, atmaq olmaz. İkincisi niyə də atılsın axı nəsə. Bilirsiniz, mənə bəzən deyirlər ki, sən evdə heç görməmişik ki, sən çörək atasan. Deyirəm, mən çörək ata bilmirəm, ona görə ki, elə bilirəm ki, mən bir tikə çörəyi çıxardıb bayıra atsam, mənim evimə də nə pul gələr, nə evimin ruzi bərəkəti olar. Hamımız eləyib, görürsünüz, küçədə görəndə əyilirik, qaldırırıq, gözümüzün üstünə qoyuruq və qoyuruq bir qırağa. Yenə də hərdən birdən görürsünüz, elə olur ki, biri götürür, fikir vermir də, atır. Allah sizə o ruzini verib atmaq üçün yox, yemək üçün. Yox, artıq qalıbsa, işlətməmisinizsə, doğrayın, qoyun soyuducuya. Sonra götürürsünüz, onu qəşəngcə qızdırırsınız, yeyirsiniz. Və ya ondan grenki eləmək olar, səhər yemək olar. Deməli, 4 gündə düzəltmişdik, onları bir-bir açdıq, eyni ölçüdə olmalıdır, qıraqlar bir-birinin üstünə gəlməlidir. Yəni ki, biri uzun, biri qısa olanda sizin bəzəyiniz gözəl alınmaz. Biraz diqqətli olmalısınız. İndi duru yağla yağlayırıq. İstəyirsiniz şit yağla yağlayın, o sizin istəyinizə bağlıdır. Amma duru yağla daha rahat olur. Çox yağlamırıq, birazcık yağlayırıq. Şit yağla yağlayanda belə nazik yağlaya bilməyəcəksiniz. Ona görə duru yağ burada çox qəşəng, necə deyim, qoymur bunlar bir-birinə yapışmağa. Biraz şəkər tozu səpirəm və evinizdə nə var? Qozunuz var, fındığınız var, badamınız var, nəyiniz varsa onu çəkirsiniz, xırda hala gətirirsiniz. Diri olmasın, içində dənələr olmasın. Un kimi də ondan biraz elə bil ki, qalın olsun və səpirik. Həmin bu yağın, şəkərin üstünə. Mən çox az səpirəm.
Çünki bəzəyi verəndə indi görəcəksiniz, o biraz elə bil ki, bizə narahat da ola bilər. Həm də narahatçılığı da qırağa dursun. O bişəndə yağla bir yerdə, şirinlə bir yerdə o qatlardan bayıra çıxanda qəşəng görünməyəcək. Üst-üstə qoyuruq. Əgər qısadırsa biraz da arta bilərsiniz, qorxmayın. Xəmirlə oynamaqdan heç vaxt qorxmayın. Nə qədər çox onu əlinizdə təmas eləsə, o qədər yaxşı alınacaq. Bulkanızdır, çörəyinizdir, nə bilim, xaçapurinizdir, pirajkilərinizdir. Hamısı insanın əlində olan o biotoklar ona elə bil ki, lazımdır. Bir məsləhətim də var. Nə vaxt ki, ürəyiniz istədi mayalı xəmir eləməyə, fikir verin. Qadınlara aiddir əlbəttə bu, kişi xeylaqlarına yox. Bilirik, ayda bir dəfə qadınların xüsusi günləri olur. O günlərdə mayalı xəmir hazırlamayın. İnandırıram sizə ki, o xəmir ola bilər alınmasın. Alınacaq, amma o cürə belə, necə deyim, təravətli, o cürə yaxşı qalxmaq olmayacaq. Ona görə xəmir işlərinizi o günlərə salmayın. Və ya evdə bir başqası varsa, qoyun o yoğursun, siz isə hazırlayın. İndi xəmirimizi 8 parçaya ayırmalıyıq. Daha doğrusu ortasını ayırmırıq, ancaq qıraqlardan kəsirik tamamilə. 8 parçaya. Siftə 4, sonra o 4'ləri də yarı böləcəyik, olacaq 8. Bu ölçüdə deməli xəmirdən 4 bulka, balaca bulkada hesab edin. Çünki 4 deyirəm 8, çünki 8 yerə bölürük, bunun hərəsi bir bulkadır. Və hələ xəmirimizdən hardasa 2 gündə qalır. Onu da qoya bilərsiniz soyuducuya, sabahsı gün nəsə eləyə bilərsiniz. Ya istəyirsiniz yanında bulka eləyə bilərsiniz, balaca bulkalar. Kəsəndə fikir edin, elə kəsin ki, o axıra qədər kəsilsin, düz kəsilsin, hamısı bir boyda olsun. Çünki biri böyük, biri balaca olanda sonra gülünüz də əyri alınacaq. Gördüyünüz kimi hamısını bir-bir kəsdim. İndi bunlara şəkil verəcəyəm. Şəkili cürəbəcür vermək olar. Nə qədər istəsəz burada fantaziyanızı işlədə bilərsiniz. Mən sizə bir yolunu göstərəcəyim. Baxın, kəsdiyimizin içindən aşağıdan yuxarı ucunu qavururuq. Və xəmirinizi düzəldin. Əgər biri uzun, biri qısadırsa, hətta belə görürsünüz, aralayıb düzəld edə bilərsiniz. Əgər əyrisi varsa, asanca aralanacaq və uçlarını belə bir-birinə birləşdiririk. Və salam, yenə də deyirəm, xəmirlə oynamaqdan qorxmayın. Daha birini də göstərin, baxın. Yenə altdan yuxarı həmin o kəsikdən keçirdirik xəmirin ucunu və ucları birləşdiririk. Alındı ikinci ləçə. Bu minvalla hamısını bir-bir, yenə axırıncını da göstərirəm, görəsiniz. Altdan yuxarı və ucları birləşdirdik. Gördünüz, belə bir ləçəkli çiçəyimiz alındı. İndi bir azacıq bunu elə eləyək ki, bu pışnı olsun, yəni belə daha çox cəlb edici olsun. Bunu qəşəngcə taxta çubuqla, bəzi o boş yerlər görəcəksiniz ki, orada cızıqlar yoxdur. O yerlərdən basırıq. Siftə
görürsünüz, burada cızığımızı axırıcan eləsəydik, bu kəsilərdi. Amma indi o çöplə üstündən basırıq və ləçəkdən çox qardan dənələrini, elə bir ki, cızıqlarına oxşayır bu cızıqlar. Daha sonra buradan basanda elə bir ki, o uclar qalxır yuxarı və gül əmələ gətirir. Yenə də deyirəm, sizin fantaziyanıza görə bu başqa bir şəkildə də ola bilər. Daha sonra baxırıq, harda yenə ehtiyac varsa, orada xəmiri elə bil ki, basırıq. Basırıq və görürsünüz, elə bil ki, başında güldür, aşağıda isə yarpaqlardır. Amma bu bişəndə bu güllər biraz da şişəcək, yarpaqlar biraz da şişəcək və elə bil ki, forma dəyişəcək. Bir-birinə yaxınlaşacaq bu yarpaqlar, şişdiyinə görə böyüyürlər də, ona görə. Və salam, şib tamam. İndi vaxt gəldi bunu sobaya aparmağa. Sobamızı qabaqcadan salıb qızdırırıq 180 dərəcədə. Əgər çox qoysanız, üstü tez qızaracaq, altı qalacaq, ola bilsin. Və ya əksinə az qoysanız, içi çiğ qala bilər. Belə olmamaq üçün 180 dərəcədə qoyuruq və yarım saat, 35 dəqiqə pişiririk. 200-ə qoysanız dərəcəni qaldırmaqla vaxtı elə bil ki, qısaldırsınız, amma qarantiyası yoxdur ki, onun ortası tamamilə pişəcək. Kağızın üstündə olduğu üçün çox rahatlıqla bunu listimizə keçirdə bilirik. Liste qoyandan sonra da düzəldə bilərsiniz. Orasın, burasın. 35 dəqiqə keçdi. İndi bəziləri deyəcək, elə ora qoymağı ilə bunun çıxartmağı bir oldu. Bilirsiniz, mən sehirbazam da. Bir əlimlə qoyuram, orası əlimlə hazırını çıxardıram. Əlbəttə ki, mən o yerləri kəsdim. Sizə onu vaxt itirməyə rəva bilmirəm. Artıq yerləri kəsirəm və əsas yerləri sizə göstərirəm. Necə ki, dünən şorba pişirəndə, dünən idi, bilməm, sırağı gün bıçaq etilədim göstərməyə. O dəsmalla silməyimi göstərməmişəm və mənə şərhlər gəlir ki, siz onu dəsmalla silmədiniz. Onun üstündə dəmir tozu var idi. Çox sağ olun diqqətli olduğunuz üçün, amma mən onu sildim. Onu siz görmədiniz. Neysə, baxın, hazır oldu. Üstünə şirə çəkdim. Şirə də bilirsiniz, 2 xörək qaşığı şəkərə, 1 yarım xörək qaşığı su tökürsünüz və elə bil ki, qaynara düşür, şəkər əriyir, onu çəkə bilərsiniz. Ora istəsəz limon şirəsi əlavə eləyə bilərsiniz. İstəsəz heç nə əlavə eləməzsiniz və ya adətən mürəbbələr dənləri yeyilir, suyu qalır. Bax, o sudan 1 xörək qaşığı götürün, üzərinə 1 çay qaşığı su əlavə eləyin, qaynar su, qarışdırın və fırça ilə çəkin bu bulkanızın üzərinə. O da bu cürə işıldayacaq. Neysə, bulkamızı hazırladıq, Nurşcanla yeyin. Əgər siz də məndən hazırlayırdınızsa, yoxsa sabah hazırlayın.
Özünüz yemeyin, balalarınıza yedirdim. Özünüz yemeyin ki kökəlməyəsiniz. Çünki mən sizə şorba diyetası vermək fikrindəydim. Hələlik isə sizlə xudahafizləşirəm. Videoları bölüşməyi və mənə yenə qonaq gəlməyi unutmayın. Hələlik, xudahafiz.